o da cəbhəyə yollandı. 1943-cü ildə döyüş zamanı kontuziya aldı və cəbhədən geri qayıtmalı oldu. Müharibədən sonra taleyi onu səhnəyə gətirdi. 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başladı və sənədlərini Teatr İnstitutuna verdi. Burada o, görkəmli sənətkar Adil İskəndarovdan dərs aldı. Bir müddət sonra Zaqatalada yeni açılan teatrda çalışdı. Cəmi 23 yaşında olarkən orada tərəf müqabili olan aktrisa Safiyə Hüseynova ilə ailə qurdu. Bu evlilikdən onların oğlu, sonralar məşhur aktyor kimi tanınan Rafael Dadaşov dünyaya gəldi. Lakin bu ailə uzun sürmədi və bir müddət sonra ayrıldılar. Məlik Dadaşov Bakıya qayıdaraq dram teatrında çalışmağa başladı. Teatrda onu sevən həmkarları çox olsa da, qısqanclıq edənlər də az deyildi. Hətta bir dəfə birlikdə çalışdığı aktyorlardan biri onun içkisinə zəhər qataraq onu zəhərləmişdi.